Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir. Doğru Xəbər Azərbaycan bildirir ki, yağış suları Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində də ciddi problemlər yaradıb. Belə ki, ticarət mərkəzinin bəzi hissələrini su basıb, sahibkarların mağazaları, eləcə də piyadaların hərəkət zolaqları suyun altında qalıb. Bu barədə Operativ Media xəbər yayıb. Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda Saint Lucia yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin paltar dəyişmə otağını su basıb. Qafqaz İnfo xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, səhər saatlarından başlayan intensiv yağışlar stadionun futbolçular üçün ayrılmış paltar dəyişmə otağını bərbad hala salıb. Oyuncular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar. Qeyd edək ki, maç millimizin 6-1 hesablı qələbəsi ilə başa çatıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayon ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilir. Nazirlikdən Doğru Xəbər Azərbaycana verilən məlumata görə həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri gecədən bəri davam etdirilir. Xəbər verdiyimiz kimi Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən güclü yağışla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir. Bildirilib ki, Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində 4-ü az yaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda əməliyyatlar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir deyə məlumatda qeyd olunub. Aramsız yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxan rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin su basmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib. Həmin məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib. Görülmüş xilasetmə tədbirləri nəticəsində su basma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü az yaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb, məlumatda deyilir. İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir. Bildirilib ki, yollarda ərazilərdə yağış suları tullantı su xəttlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud deyil. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədi ilə iri şəhərlərin Birləşmiş Su Təchizat Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq su kanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər. Həmçinin mütəmadi olaraq tullantı və yağış xəttlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xəttlərə ayrı-ayrılıqda baxış keçirilir, tutulmalar müşahidə olunan xəttlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur deyə məlumatda qeyd edilib.